İradə xanım, görün bayram günü bizi niyə çağırıblar? Aytan xanım, bilmirəm nəyə görə çağırıblar. Mən də mağazadaydım, qrupda oxudum, təcili evə gəldim. Evdə necə geyinib, necə evdən çıxdığımı belə bilmirəm. Elə bilirəm ki, qazanın altını söndürməyib evdən çıxmışam. Yəni bayram günü də efirə çağırarlarmı adamı? Bayram demişkən nə bişirmisiniz axşama? Bu gedişlə deyəsən zəhər. İradə xanım, zəhər nədir? Bayram günündə insan öz ocağında zəhər bişirər. Yox, evdə gəlin yoxdur. Heç kimə də evdə deyib çıxmamışam. Kimsəyə də xəbər vermədən evdən çıxmışam. Biraz da onun narahatçılığını keçirdirəm. Ceyhun bəy, baxın görün qrupda nə yazıblar, bizi niyə çağırıblar bura? Qrupda bilmirəm nə yazıblar, onu bilirəm. Könül xanım deyir ki, təcili olaraq efirə gəlin. Mən də bayram günü efir olar, başa düşmədim. Mən də məcbur tələsik gəldim. Gəldim, burada yolkanı gördüm. Evdə uşaqlara söz vermişdim ki, yolka quracağıq. Onlar da indi evə gedəcəm. Mənə deyəcəklər ki, ata, evdə yolka qurmadın, amma gedib yolkanın yanında durub şəkil çəkdirirsən. Mən də biraz dilxor gəlmişəm bura. Çox aqressivsiniz, sizə nə olub? Aqressiv deyiləm, situasiya elə alındı ki, adama belə birdən xəbər gəldi ki, yəni getməlisiniz, efirə gəlməlisiniz, burada bu... Düzəldərsiniz də, nə qaça-qaçdı, nə olub bəyəm? Dünyanın axırı deyil ki, yeni il gəlir, yeni ili daha qəşəng, pozitiv qarşılayın, enerjinizi yüksəldin, siz ancaq deyinirsiniz, özünüzə bir xəbəriniz var. Evdə uşaqlar məni gözləyir axı, mən də bura gəlmişəm, bu necə olacaq? Ceyhun bəy, məncə bu qədər deyinməyin siz. Yeni ili xoş sədalarla, xoş emosiyalarla qarşılayın. İçinizdə o aqressiya nədir bilmirəm. Lazım olsa terapiyaya da gələ bilərsiniz bayramdan sonra. Problem çıxartmıram, prosto yəni tələsik adamın belə xəbər də gəlməyə biraz adamı pis vəziyyətdə qaldırıq da. Salam, hər vaxtınız xeyir olsun, hörmətli, dəyərli dünya Azərbaycanlıları, televiziya tamaşaçıları. Hər birinizi ürəkdən salamlayıram. Bakı vaxtı ilə saata niyə baxım ki? Bugün ilin son günüdür. Dekabr ayının 31-də sizinlə görüşürük. Beləliklə, əziz dostlar, bugünkü proqramımızı açıq elan edirik. Biz başladıq. Əziz dostlar, bugünkü efirimizin birinci hissəsinin ekspertlərini sizə təqdim edirəm. Aytan xanım, İlhamə xanım, Kazım müəllim, İradə xanım və Ceyhun müəllim. Beləliklə, əziz dostlar, bugünkü proqramımızı açıq elan edirəm və mövzumuz... Doğrudan mövzu demişkən, Könül xanım, mövzumuz nə olacaq? Aytan xanım, mövzumuz ilin son günüdür. İl necə yadınızda qaldı? Könül xanım, nə olar, orada əgər çay varsa, mənə bir stəkan çay verin. Mən evdən çıxanda bilmədim nətər çıxdım. Dilim ağzım quruyubdur. Aydındır, İradə xanım, bu barədə sonra danışarıq. İlhamə xanım, sizə sual vermək istərdim. Belə deyək, bu il hansı ki yola salırıq, necə sizin yadınızda qaldı? Könül xanım, çox gözəl yadda qaldı. Mən də öz pasiyentlərimlə çox gözəl anlar yaşadım. Çox maraqlı təcrübələrim oldu. Bunu özüm hiss elədim özlüyümdə. Yəni, ilin çox gözəl olmağına 2025-ci ilin. Könül xanım, çox maraqlı il oldu mənim üçün. Həm bir çox uğurlarım oldu, maraqlı toylar oldu. Pasiyentlərimin toyları oldu. Hansı ki o toylarda həqiqətən də. Hətta elə bir pasiyentim oldu ki, məsələ onu qorumaq üçün elə toya getdim. Bax, belə maraqlı bir il oldu. Çox gözəl. Mən eşitdiyimə görə qaynana olmaq istəyirsiniz. Yox, ay xanım, hələ keçdim o fikrimdən. Aydındır. Toyla bağlı Ceyhun müəllimə də sual vermək istərdim. Könül xanım, indiki dövrdə də kimə salam verirsən, kimlə bir dəfə rastlaşmışsansa həyatda, elə o səni toya çağırır. Öz aramızda Ceyhun müəllim, son vaxtlar yaman deyingən olmusunuz ha. Yəqin zamanədəndir, ya mühitdəndir, ya nə bilim, nədən? Bəlkə, belə deyək, xarakterinizdən irəli gəlir. Yox, xarakterim deyingən deyil. Könül xanım, bayram günü bizi verilişə çağırmışsınız. Biz də aqressiv olmuşuq. Evdə də uşaqlara söz vermişdik ki, sizlə bayram günü keçirdəcəyik. İndi bayram günü veriliş olar. Bizdə də toydur, bayramdır, hamısı üst-üstə düşüb, ona görə də biraz deyingən olmuşuq da. Deyinməyin. Bayram günü ancaq və ancaq sevinmək lazımdır və bir-birimizi gərək biz təbrik edək. Bundan gözəl
gözəl nə olacaq ki? Belə bayram olur. Heç nə olmaz. Hər şey gözəldir və hər şey gözəl olacaq. Yaxşı olacaq. Yeri gəlmişkən bayaqdan İradə xanım nə isə demək istəyir. Eşidirik sizi İradə xanım. Buyurun. Könül xanım, bayaqdan çay deyib çay içdim. Çay da vermirsiniz, heç olmasa bir stəkan su verin. Da boğazım qurudu da, onsuz da əsəblə evdən çıxıb gəlmişik. Heç olmasa nə olar, bir stəkan çay verin də bizə. Yeri gəlmişkən Su verin bizə. Başa düşdüm İradə xanım, yaxşı yadıma saldınız. Yeri gəlmişkən İradə xanım dedi, yadıma düşdü. Axı biz sponsorumuza təşəkkür etməliyik. Beləliklə əziz dostlar, üz-üzə proqramına baxırsınız. Proqramımızın sponsoru isə boğazımızı yaşladaq sularıdır. Təşəkkürlər sizə. Amma öz aramızdır ya. Deyəsən İradə xanım qonaq gedəndə ancaq çay içənlərdəndir. Aytan xanım, siz qonaq gedəndə məyər çay içmirsiniz? Əşi da, bəsdir da, zəhər olsun o çay, heç istəmirəm. Bayaqdan baxıram, heç Kazım müəllim danışmır. Kazım müəllim, niyə danışmırsınız? Kazım müəllim, deyirsən Kazım müəllim yatıb. Kazım müəllim, canlı efirdəyik, canlı efirdə. Buyurun, il necə yadda qaldı? İl demək olar ki, biraz gərgin keçib işlə bağlı. Biraz da elə xoş günlərimizdə demək olar ki, çox olubdu. Uşaqlar necədir, uşaqlar? Yaxşıdırlar hamısı, çox şükür. 40 uşaq atası olmaq çətin deyil. Çətindir bəli, amma bir təhər göhdəsindən gələ bilirik. Aytən xanım bir oğul anasıdır. Siz də 40 uşaq atasısınız. Tarixə düşəcəksiniz deyəsən. Yəqin. Yəqin. Bayaqdan susurdunuz. Niyə susurdunuz? Yuxu da tutub sizi. Əşi bu internet, nə bilim, uşaqların o qədər problemləri var ki, Aha. hamısı tökülüb qalıb mənim üstümdə. Əvvəl uşaqlar əməlli başlı bir hansısa bir peşə ilə məşğul olurdu, idmana gedirdi və yaxud da nə bilim incəsənətlə məşğul olurdu. İndiki uşaqlar ancaq internet. Zaman yetişdirib. Mən sizə bir fikir söyləyim Kazım müəllim. Bu uşaqları zaman yetişdirir. Nə qədər də nəzarətiniz olsa, yenə də zaman öz sözünü deyəcək. Bəli, uşaqlar doğru deyirlər ki, uşaqlar valideynlərindən çox, onları tərbiyə edənlərdən də çox zamanəsinə daha çox oxşayırlar. Tamamilə doğru söylüyorsunuz. Könül xanım, o vaxtı biz uşaq vaxtı ASTV-nin canlı verilişlərinə baxırdıq. İndiki uşaqlar isə TikTokun canlı verilişlərinə baxırlar. Yəqin ona görədir Kazım müəllim uşaqlardan narazıdır. O TikTokda kim canlıda nə istəyir onu edir. İnsanlar düşünmür ki, bizi heyvanlardan ayıran şuurumuzdur. Gəlin şuurlu addım ataq da. Bilirsiniz, Könül xanım siz hara keçdiniz? Mən buradayım, Buradasınız. eşidirəm sizi. Könül xanım, o bizim bir verilişdə bir xanım var idi, gəlmişdi. 6 dənə uşağı var idi. Uşaq evinə aparıb qoymuşdu 6 dənə uşağını. Bir uşağına da hamilə idi. Onların axırı nə oldu? Hə, aydındır İradə xanım. Mənə elə gəlir ki, bu sualı biz Kazım müəllimə verək, bayaqdan da yuxu tutub kişini. Könül xanım, siz 6 uşaqdan danışırsınız. Hətta 7-ci gəlir, xəbəriniz var da. Yeni ildə 7-ci uşaq gələcək. Qismət olsa elə 7-ci uşağı yeni ildə qarşılayacağıq. Ay Könül xanım, bu nədir? Bir stəkan su da verin də mənə. Da dilim dodağım da qurudu. Bəstirin də nə olar? Bir stəkan su verin mənə. O sponsorunuz var, onun suyundansa da bir stəkan verin də. Da boğazımız qurudu. Daha deyirsiniz ki, o boğazı yaşlayan sudan. O boğazı yaşlayan sudan bir stəkan da mənə verin də. İradə xanım, siz Allah, bax o barədə danışmayın, xahiş edirəm. O sudan sizə gətirə bilmərəm. O bizim sponsorumuzdur və orada olan o su rekvizitdir. Könül xanım, mənim efirə gecikməyimin səbəbləri mənim qonşularımdır. Mənim qapımın önündə maşını saxlayırlar, mən də çıxa bilmirəm. Nəticə olaraq gecikim. Mən neyiniyim? Binada gedirəm qonşularla problem, gəlirəm həyət evində problem, mən qalmışam belə. Demək, gələn efirlərimizin mövzusu var. Qonşularla olan problem. Çox hörmətli ekspertlərim, əziz ekspertlər, gələn həftə mövzumuz qonşular olacaq. Müraciətçi də deyəsən Ceyhundur. Ceyhun bəy, siz əvvəllər belə deyildiniz. Məncə efirdən sonra mən nömrəmi verim sizə. Uyğun vaxtda gələrsiniz, terapi olunarsınız. Çünki belə aqressiv davam eləsəz, sizin üçün çox çətin olacaq. Nə danışırsınız? Yəni mən ehtiyacım yoxdur mənim. Kazım müəllim, nədənsə bugün siz çox az danışdınız. Elə onu da söyləyim, elə efirdə də az danışansınız. Amma istəyərdim bugün çox danışasınız. Artıq proqramın birinci hissəsi sona yaxınlaşır. Könül xanım, veriliş nə vaxt bitirir? Mən evə getməliyəm, tələsirəm. Bayram günü işimiz, gücümüz, uşaqlar, hər şey tökülüb qalıbdı.
vaxt uzanır, bu qədər axı veriliş normalda bu qədər çəkmirdi. Narahat olmayın, narahat olmayın. Mən sizi yola salacağam. Amma mən bir bir şey balaca vaxt var. Əslində Kazım bəy, siz tükənmişlik sindromu yaşayırsınız, çox yorulmusunuz. Buna görə siz də aqressiv olmusunuz. Bəlkə işdə yorulmusunuz, bəlkə evdə sizi yorublar, bilmirəm. Amma sizin də terapiyaya ehtiyacınız var. Könül xanım, bu nədir? Psixoloqları yığmısınız bura. Bunlar da gəliblər elə bizə Ceyhun bəy bayaqdandan görürəm ki, dəvət edirlər terapiyaya. İndi də məni, nə olub bu? Kazım bəy, məncə elə daha çox psixoloqa siz müraciət eləməlisiniz. 40 uşağa rəhbərlik etmək, atalıq etmək, bu o qədər də asan deyil. Aytən xanım, mən psixoloq olmasam da, amma müəssisəmizdə psixoloqlar var və onlar uşaqlarla məşğul olurlar bu barədə. Məncə bu qədər psixoloqlarınız varsa, bu nigarançılıq da bu qədər olmamalıdır. Beləliklə, hörmətli televiziya tamaşaçıları, proqramımızın birinci hissəsini biz geridə qoyduq. Qarşıdan isə ikinci hissə gözlənilir. Bizi izləyin. Ay başına dönüm Könül xanım, bunun ikinci hissəsi də var. Qazanım yandı. Heç olmasa gedim evimi qurtarım, gedim yanğın söndürəni çağırım, gəlsin evimi qurtarsın heç olmasa. Allahım mənə bir stəkan suyunu da vermədiniz, elə boğazım quruya qaldı. Verilişin, proqramın birinci hissəsindən sonra sizin hamınızı çay süfrəsinə dəvət edəcəm. Mən gəlmirəm Könül xanım, bitdi, mən ta indən belə gəlməyəcəm. İradə xanım, durun bəlkə biz gedək, mən də evdə uşaqlara söz vermişəm ki, yolka quracam. Başımız qarışdı burada, yolka da yaddan çıxdı, sizin də yemək yaddan çıxıb. Necə eləyək? Gedək də bəlkə bu ikinci hissəyə biz necə qalaq axı? ilə qədəm qoyarkən diləyimiz təkcə sağlamlıq və uğur olmasın. Bütün təmiz həyat, təmiz təbiət və davamlı Azərbaycan olsun. Təbiətimizi qoruyaq ki, təbiət də bizi qorusun. Gəlin, əzizlərim, təbiətimizi qoruyaq, ətraf mühitimizi qoruyaq və daim bu gözəl həyatda yaşamaq uğrunda mübarizəmizi davam elətdirək. Çünki bu həyat bizimdir, bu təbiət bizimdir. Əzizlərim, sizi yeni il münasibəti ilə təbrik edirəm, sizə uğurlar arzuluyuram. Əziz, sevimli xalqım, təbiidir ki, bir psixoloq insanlara nə arzu edər? Sağlam ruh. Ruhunuzdan müğayət olun. O ruhdan müğayət olun ki, daim onun əlvan lampaları yansın. O əlvan lampalarla hər zaman gözünüz işıqlı olsun. Bayramınız mübarək. Hər birinizin qarşıdan gələn 2026-cı ilinizi təbrik eləyirəm. Hər birinizə sağlam can arzu edirəm və rahat qəlb arzu edirəm. Çünki xoşbəxtlik üçün sağlam candan və rahat qəlbdən önəmli bir şey yoxdur. Və sizə kiçik bir texnik də deyəcəm, bunu mütləq edin. 2025-ci ildə yaşadığınız uğurlu və uğursuz hadisələrin hesabatını aparın. Yəni 2025-ci ilin hesabatını mütləq edin özünüz üçün. Nələr yaşatdı 2025-ci il mənə? Hansı uğurlarım oldu, hansı uğursuzluqlarım oldu? Kimlərlə tanış oldum, hansı ideyalarım həyata keçdi, nələr etdim və yaxud da nələri edə bilmədim və s. kimi indi özünüz daha yaxşı bilirsiniz hər biriniz. Bu hesabatı aparın və burada o uğursuzluqlarınızı da pozitivə köklüyün. Yəni, əslində yaşadığımız hər bir şey boşuna deyil. Yaşadığımız negativ, xoşumuza gəlməyən, bizə acı yaşadan, travma verən hadisələr də bizə nəsə öyrətmək üçündür, bizi böyütmək üçündür, bizi inkişaf etdirmək üçündür. Yəni, acıdan keçən bütün hekayələr gözəldir. Belə bir mahnı sözləri də var. Buna görə də əziz dostlar, əziz həmvətənlərim, bunu mütləq edin. Yəni, yaşadığınız pis hadisələri də özünüz üçün gələcəkdəki arzularınızın həyata keçməsi enerjisinə çevirin və mütləq də 2026-cı il üçün bir həyata keçirmək istədiyiniz arzunuzu məqsədə çevirin və bu məqsədi həyata keçirmə planlarını da özünüz üçün qeyd edin və kiçik bir texnik də edə bilərsiniz. Gözlərinizi bağlayın, bir dəqiqəlik və sanki 2026-cı ildir və çoxdan həyata keçmək istədiyiniz o arzunuz həyata keçmiş kimi hiss edin.
Hər zaman sağlam və xoşbəxt olun. Əziz xalqımız, axşamınız xeyir olsun. Bugün 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə və Birlik, Bərabərlik Günü münasibəti ilə hər birinizi təbrik edirəm. 2025-ci il təbii ki, hər bir şəxsə düşərli oldu və 2026-cı ili də xoş arzularla qarşılamaq ümidi ilə hər birinizə 2026-da uğurlu günlər, dəqiqələr, tarixə yazılan anlar arzu edirəm. Və bu Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə Ulu Öndərimiz də çox bir yaxşı deyim demişdir ki, bütün dünya Azərbaycanlılarının vətəni Azərbaycandır və paytaxtı Bakı şəhəridir. Və biz də bu deyim amal üzərində hər zaman xalqımızın xidmətindəyik və bir daha 2026-da görüşmək ümidi ilə hər birinizə təşəkkür edirəm, var olun. Əziz Azərbaycanlılar, mən sizi Dünya Televiziyasının studiyasından salamlayıram. Ümid edirəm ki, 2025-ci il sizin üçün xoş keçmişdir və 2026-cı ilində sizin üçün uğurlu olmasını arzulayıram və bir daha sizi təbrik edirəm. Həm yeni il, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə. Əfsanə xanım, sizin xəbərlərə baxıram, siz də keçmişsiniz show biznesə. Show biznes xəbərlər. Gördünüz ciddi mövzulardan heç nə çıxmır. Keçdiniz show biznes xəbərlərinə, onun bunun ailəsini müzakirə eləməyə. Saytda hər məlumat paylaşa bilərik. Siz necə hüquqşünas olaraq? Amma paylaşdığınız məlumatlar cəmiyyətə xidmət eləməlidir. Məsələ ondadır. Təbii ki, cəmiyyətə xidmət edirik biz, amma sizin... Amma o TikTokdakı bəzi dırnaq arası adamları fenomenə çevirməməlisiniz. Heç olmasa siz bunu eləməyin, eləyənlər eləyir də. Saytda məlumatını paylaşın. Hər bir halda hansısa o dırnaq arası fenomeni saytda paylaşıb gündəmi zəbt eləmək hesab edirəm ki, bizim dırnaq arası insanlarla işimiz yoxdur, amma o dırnaq arası dediklərinizi də hal-hazırda baxdığım odur. şəkildə işıqlandırmaq lazımdır ki, qoy tərbiyələnsin. Yox, bəli. Deyir, antireklam özü də bir reklamdır. Siz ola antireklam eləməklə elə reklam Siz elə bütün günü boşanmalardan danışa bilirsiniz, hamıya nə örnək verirsiniz? Boşanmalarda mən danışıb boşanmağı təbliğ eləmirəm ki. Bu bir, ikincisi də ki, mollanın çörəyi ölüdən çıxırsa, həkimin çörəyi xəstədən çıxırsa, mənim də çörəyim Jurnalistin boşanandan çıxır. Boşanma. Çörəyə xəbər yaymaqdan çıxır. Boşanma. Mən boşanmanı təbliğ eləmirəm. Mən demirəm ki, ay cəmaət gəlin boşan. Amma mən istəyirəm bu telefonu söyləyirəm, amma mənə zəng gəldi ki, bugün canlı efirdə olmalıyam. Rədd xanım da kefdir, bayram təbriki efirə qaldı. Bayram günü canlı efirdə keçirəcəm. Atqaz eləmədim, amma hər bir halda hesab edirəm. Hayır, Rədd xanım. Bayram günü Bu təbrikləri efirdə... özü 2 qat bəlkə maaş alır, bayram günü efirə çıxdığına görə. Könül xanım elə. Mən burada nə xeyrim var? Tamaşaçılar bu dəqiqə Staliçin salatdan yeyirlər, oturublar. Aş gözləyirlər. Könül xanım da burada bizə bozbaş da verir. Xoş gördük sizi. Xoş gördük, çox. Elə mən də bu dəqiqə onu deyirdim ki, nə yaxşı ki, bayram günü siz bizi dəvət elədiniz. Proqramın indi ikinci hissəsidir. Ay, təngi nəfəs oldu. Həmişə mən gecikirdim, bu dəfə Könül xanım Yox, gecikməmişəm, biz hələ başlamamışıq, indi başlayacağıq. Xoş Yaxşı deyə başlamayıblar. Yaxşıdır, Nə bizə səhərdən. yaxşı Könül xanım bayram günü bizi verilişə Bu çağırdı. mərtəbələr məni əldən saldı. Məni arıqladan ancaq mərtəbələr. Amma yenə yaxşıdır da. Yaxşıdır, şükür Allah. Yaxşı. Hamınızı xoş gördük. Amma heç təsirini də görmürük də bunu. Burada mənə dedilər ki, dostlarınız siz mənim əmək haqqımla bağlı söhbətlər eləyirsiniz. Bu nə dərəcədə düzgündür? Mən onu deyirdim ki, DTV-yə Efir rejissoru Emin mənə dedi ki, mən- Könül xanım mikrofon taxılıb orada nə danışılır, işte sizin dalvızca danışırlar əmək haqqıdan. Əfsanə xanım sizin dalınızca danışırdı ki, bayram günü niyə çağırır? Aha, demək siz də qoşulmusunuz. Mən də deyirdim ki, İradə xanımla İradə xanım, biz söhbət bayram eləyirik, elə bilirik efir başlayıb, siz gecikmişsiniz, biz efiri idarə eləyək də, pislik eləməmişik ki. Aha. İradə xanıma zəng gəlibdi, Azar müəllim imkan verin Dedim ki, danışaq. danışıram da mən pis danışıram, səndən pis danışıram. Deyirəm ki, bayram günü mənim səsim baritondur. Azar müəllim, bir dəqiqə dünyanın qadına hörmət eləmək lazımdır, özü də aktual xəbəri Elə bəhətlər bax, danışır. bizim problemimiz budur. Zaten Hörmət eləyə, baritondur. gəldi çıxdı boşanmağa. İradə xanıma zəng gəlibdi, biz də elə Mən bilirik sevə efirdəyik. Mən də İradə xanıma deyirəm ki, ay İradə xanım, biz söhbət eləyirik, Yaradıcı İradə insan xanım başqa hörmətsizlik eləyir. Görün nədir? Ay Allah! Görün nədir? Mənə Deyir səbir ki, ver.
Zaur mən Sizin xahiş edirəm səsiniz biz sessiz bariton. baritonu mənim şeirlərimi Şeirimi belə səsləndirir. qərat Amma Əfsanə edərsiniz. Mən xanım, elə bildim irada deyəcəksiniz səsiz bariton. amma Əfsanə Başıma xanım düşdü. görüb gəlindən neyin edir? Mübahisə birisi nəyin üstündə yaranır? Yox, bir dənə mənim üçün maraqlı. Sayt Niyə rəhbəri mənim olaraq- danışırsınız? Mənim haqqımda mənim əmək haqqımı müzakirə Dedim ki, bu eləmisiniz. qıza bayram günü Çön xanım, bilirsiniz nə dedi? ETV 2 qat əmək haqqı verməlidir. Deyir Pis ki, demişəm. Dünya O televiziyasının verfən rəhbəri, hüquqlarınızı müdafiə eləmişəm. da. Dünya televiziyasının rəhbəri, hüquqşünasımız Zaur Quliyev belə bir fikir irəli sürüb ki, mənim əmək haqqım Bayram Yo, günləri. yo, yo, elə demədi. Bayram Elə demədi. günləri. Yox, bayram günləri 2 qat Ay qalxsın. Könül Bayram xanım, günləri, o Könül xanım, verməmişdir. Zar müəllim elə demədi Necə zaxı. Mən dedim? dedim hardadır bu Könül xanım, efir başlayıbdı, biz yəni söhbət edirik. Siz dediniz ki, efirə gəlmir, yəni gecikibdi, bəlkə də buna görə 2 qat maaş alır. Elə demədi Gecikməyə zaxı. görə, Gecikməyə görə iki gecikməyə qat görə almazlar. kim 2 qat maaş ala bilər? Xanım Görsünüz, niyə yalan da gəlmir? danışa bilmirsiniz, Deyirsiniz ki, amma yalan 2 qat danışırsınız. maaş alır, amma efirə gecikir. Uşaqlar, Elə bir dedi, dəqiqə Könül sakitliyə xanım, elə riayət dedi. eləyək. Artıq Paltarın rəngindən. Artıq qulaqcıqla da mənə Bu gün deyirlər ki, paltarı- Qırmızı. biz Bəli. efirə keçirik, bir dəqiqə efirə keçirik. Kamera və mikrofonlar artıq Qoy bizim mən bu işləyir. məlumatları bir dənə xəbər verim, Azından sayta olmaz. paylaşsınlar. Ver, ver. gəlin. Bir dəqiqə. Orada nə Adam- yazacaqsan? adam Yazacaqsan ancaq Könül Həbibi qızın sakit. əmək haqqısı 2 qat Dürdanə xanım, artırıldı. zəhmət olmasa aktual xəbərimizdə paylaşın, bax efirə, baxın canlı efirə. Nə məlumatlar var, bir-bir götürün, hamısını zəhmət olmasa Orada paylaşın. deyəcəksiniz ki, Könül xanımın əmək haqqısı 2 dəfə qalxır. Bənə ajataj olmalıdır, baxmalı, bu baxımlı efir olacaq. Yox, xanım, Saytlarımızda. əmək haqqısı heç kimə Zəhmət maraqlı olmasa deyil. siz yazın saytımızda bu Onu sizə məlumatları. kim dedi? Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərimiz. Artıq biz proqramımızın ikinci hissəsini təqdim etməyə hazırıq. Demək, efir başlamamışdan öncə bugünkü efirimin ekspertləri bir-birlərinə xoş sözlərini dilədilər. Bu əziz gündə, bu bayram gündə onlar burada olduqlarına görə özlərini xoşbəxt sanırlar. Mən istərdim onları da sizə təqdim edim. Proqramın birinci hissəsini geridə qolmuşuq, ikinci hissəsinə keçid alırıq. Əfsanə xanım bugünkü efirimizdə qonaqdır. Heç birini soyadını söyləməyəcəm, çünki əvvəlki qonaqlarımızı da söyləmədim. İradə xanım, ağ saçları ilə hamını valeh edir İradə xanım və bizim çox hörmətli Zaur müəllim, bizim hüquqşünasımızı xoş gördük. Hər birinizin gördük, bayramı çox mübarək olsun. Təşəkkür edirəm. Bugünkü mövzumuz, istəməzdim bu bayram günündə belə mövzulardan danışaq, amma ilin yekununu vermək üçün düşündüm ki, bu mövzuya toxunacağıq. Bilirsiniz biz nədən danışacağıq? Deməyin ki, yenə alimentdən ya boşanmadan. Hardan bildiniz? İşte bayram efirində də neyə qalmaqalla başlamışıq. Bayram efirində boşanmada mövzu qoyalım. Ay Könül xanım, Siz boşanmada gündəmə mövzu gəlmək niyə qoymusunuz? Valla başa Hələ düşmədim. verilişin əvvəlində mənə deyir ki, Zaur müəllim, bu günləri qalmaqal yaradaq ki, mənim saytım reklam olsun. Qalmaqalı kim Əfsan yaradır? xanım saytı bağlanıb da dedi. Yo, mənim saytım bağlanmır. Bağlanacaq da. Mənim saytım bağlanmır. Bəs onda niyə reklam eləmək istəyirsiniz? Nəyə reklam eləyirəm? Mənim özüm elə başdan ayağa reklamam. Reklamsınız, Bəli, bəli. mənə söhbətlərimlə. Amma reklam- Aktual söhbətlərimlə. Aktual xəbərin aktual söhbətləri. Bilirsən? Hansı aktual mövzunu Siz deyirsiniz ki, alma paylaşmırsınız? çürüməmiş tulluyun. Niyə ziyan vurursunuz? Mən deyirəm ki, Ailənin mövzuya çürük bax. alma Çürük eləməklə. alma. Elə mövzudan danışıram da. Bir dəqiqə, bir dəqiqə. Çürük alma. Bir dəqiqə. Digər saf almaları Bir çürütməsin deyə onu dəqiqə, zamanında bir kullanmaq dəqiqə, lazımdır. bir Buyurun, dəqiqə. ha. Mövzumuz çürük alma deyil. Mövzumuz Çürük boşanmadır, ailədir. statistika nə deyir? İndi yaxşı. Bəli, Buyurun mövzumuz xanım, çürük çürük almadırsa, əgər boşanmaya almanı boşanmanla müqayisə elədiniz. Gələn kimi boşayırsınız, yox, 3 ay period verirsiniz də. Mən də almanın yarısını kəsirəm, tulluyuram, təzə tərəfini bir saxlayıram. dəqiqə. Çürük Amma hissəsini bayram vaxtı yemirsiniz. boşanma. Bir dəqiqə bir sual vermək istəyirəm. Belə danışığınız məni narahat elədi. Dedi çörək pulu bundan çıxır, bu dedi belə Hə də dedi. elədir də. Siz ev yıxırsınız? Yox, Ev yıxmaqla əksinə. məşğulsunuz? Ev tikir. Əksinə. Sizin Yox, işiniz evdə ev tikirəm. yıxmaqdan ibarətdir. Əksinə, mən cinayət potensialı olan iki şəxsi bir-birindən ayırıram ki, onlar daha bir faciəvi Sizə cinayət o bir dənə törətməsinlər. məşhur film var, sizə əjdaha lazımdır. Heç mənə Əjdaha boşanma da baş lazım lazım. deyil. Başa Mən düşürəm. əjdaha başlayım. Mediatorsan bir mediatorla neynir barışdırır? Ged onlara barışdır da, onları neşə ayırırsın? Ay Könül xanım, mənlə niyə mübahisə eləyir? Getsin barışdırsın da. Ayrılaq, reklamlardan sonra reklam arasında deyəcəm, bu Eləsin. ev yıxanlardan da. Ömür boyu verilişin İki maraqlı tərəfə Deyir hissəsində. ki mənə. İki tərəfə Mən işləyir. bir- Bir saniyə, reklamları vermə. Efir rejissorunun da adı kim idi bu gün növbədə? Emin. Emin, vermə reklamı.
verilişin ömür boyu maraqlı hissəsində niyə reklam salır? Çünki çox Çünki belə sənin də çörəyin Aha. Reklamlardan Reklamdan çıxır. Gördün arabada Yo, reklamı könül deyəcəm sponsorumuz kimdir? Emin, keç. Emin, keç reklama, keç. Burada uca artı başı var. Sponsorun bu arada sponsorun müqaviləsini siz məndən xahiş eləmişdiniz. Bu barədə sonra danışaq. bağlamağı. Reklam, istəyirsiniz, mən elan eləyim sponsor O danışmağı kimdir. kəs, reklam. De belə eləyirsiniz də, kəs, onu kəs. Əziz izləyicilərimiz, söhbətimizin bu yerində, proqramımızın bu yerində biz sponsorlarımıza təşəkkürümüzü bildirməliyik. Belə ki, nəzərinizə çatdırmaq istərdim ki, bugünkü efirimizin ümumiyyətlə üz-üzə proqramının sponsorları Boğaz Yaşlayan Suları və Yu Getsin Qabyanlarıdır. Bu nə reklamdır? Bu elə belə reklamdır. Çox gözəl reklamdır. Mən təşəkkür edirəm Bu kim Boğaz bu? Yaşlayan Bu nə Sularına danışır? və Yu Getsin Qabyanlarına. Ay başladım, pula Bu görə, altına görə təşkilatı hamısını qoyublar, bu reklamı. imkan verəcəksiniz, mən Ay təşəkkür xanım, edirəm. bu nə? Artıq çaşıram. Siz buna görə qoymursunuz. Bir dəqiqə, bir o TikTok dəqiqə. Ay yox, yerləri. yücəsin boğazımızı yaşla nə deməkdir? Su meydan oturur, su elə boğazı yaşlamaqdan. Bir dəqiqə, Çoxan mən bir dənə çörək xahiş pulum edirəm. ondan çıxır. Bir dəqiqə. Ay yox, boğazı Yox, nə mən yaşayır? İndi nə oldu? Xoşuma gəldi. Mən də bir yandan onu deyirəm. Məni çək, məni çək. Yücəsin, Bir qabı dəqiqə. boşda yesin, nə Ay bilim. Çoxan. Bir dəqiqə, qoy təşəkkürümü bildirim. Yox, Qoy bildim, təşəkkürümü çəkilişdə bildirim. canlı gedir. Hər iki sponsorlara dərin təşəkkürümüzü bildiririk. Təşəkkürümüzü Ay bildiririk. bala, bu nə hörmət, bu Bu nə nə verilişdir, hərəkət bu nə bayram Bu evi. nə hərəkət Bu idi? hüquqdan danışıb Bu hə, hüquqları ata pozur. nə idi? Ata Bu nədir, ay ata bala? nə idi? Ay, bu nə danışır ha? Rejissor assistentinə deyin gəlsin, Həcər. Get o müəllimə dinə. Alo. Gəlsin, bura bax. Səsin gəlmir. Gəlməz, Alo. mənim səsim gəlir. Və ona mən görə bayaq onun sizə səsi gəlir. deyəndə ki, hüquqdan WhatsApp-a danışıb zəng eləmə. hüquqları Gözlə, mən pozur. telefona yığıram. Hə, Gözlə, sən hardasan. Zaur, gəl otur. Ay zar, mənim efiri Gözlə, pozursunuz. yığıram, Siz telefona bizim zəng vaxtımız edirəm. yoxdur. Gəlin çəkilə çıxaq Gülmə, gedək Güzar Hanıma də. baxayım. O işimiz gücümüz var bizim. Hə, Sizə gəl, görə gəl. Çoxan, bir dənə atamla danışım vacibdir. Hə, yaxşı, ata, mənə göstər, onu göstərmə, Yenə. onu göstərmə. Hörmətli televiziya tamaşaçıları, bugünkü verilişimizdə bizim dəyərli alimimiz iştirak edir. Bəyazdan susaraq hamını seyr edir. Bilirsiniz, belə bilirsiniz, bu düzgün deyil də. 2 nəfər danışır, 3 nəfər danışır, siz susursunuz. Niyə susursunuz? Köxan, boşanma mövzusu İndi də götürmür. Nə bilim, Söz mən keçə düşün- bilərəm. Keçə bilərsən. düşünürəm ki, bu mövzunun müzakirəsindən bilmirəm necə mənə uyğun deyildi. Kitabdan, mütaliədən, araşdırmadan, belə şeylərdən olsa, maariflənmədən, yəni boşanma mövzusu həm ürək ağrıdıcı mövzudur, həm bilirsiniz bu cəmiyyətdə belə deyək də bu mövzu Siz haqqında kimsiz məlumat- İradə xanım? Siz tarix elmləri doktorusunuz. İradə xanım həmişə bunu istat Qəşəng edir. Deyir mövzular ki, var, paylaşılar mənə bir var. dənə Paylaşın, gəlin, paylaşın. Mənə irad tuturdu, Paylaşın, elə bilirdi hamısını eşitmirdim. paylaşın. Prosta Yaxşı cavab mövzulardır, vermirdim. reyting Yaxşı gətirər. mövzular. Deməli, Paylaşın, qonşunun, paylaşın. qonşu kişi, İradə xanım bunu hər verilişdə istat gətirir. Arvadına deyir ki, Ceyranım, mənə şimşək barmaqlarınla çay süssənə. O nə sözdür? İradə xanım, mən xahiş edirəm. Və bu səsdə hər dəfə İradə xanımın Yox, evində İradə eşidir. xanım, qoy desin qonşu. Mehribançılıqları var ki. Abi nə danışır? Şimşək barmaqlarınla deyir mənə çay süss. Bir Yox, dəqiqə, mən bir elə dəqiqə. eşitməmişəm, mehribandılar və onlar Mehribandılar, bu da. yaxınlarda onlar mənə Aha, dəvət harı dəvət elədilər? Bir qulaq asaq. Danışır ha. Şimşək nə idi abi? Bayram günü şimşək nə idi? Mən də dəvətnaməyə Allahım baxdım, ey. çaşdım. Dedi ki, Rədə xanım, bəs biz 50 ilgin keçirdik evliyimizi. Və biz restorana dəvət aldıq, getdik. Və orada mən stollarda qərənfillər gördüm. Qəbristanlığa getmişdi. Stolda, hər stolda qərənfil qoymuşdular. Bir işçi yoldaşları üçün, sinif yoldaşları üçün. Bəs sizi niyə dəvət Bizi eləmişdilər? dəvət eləmişdi, biz də onları təbrik eləməliydik də. Ay Radı xanım getmişdi siz. Yox, bayaq dedin ki, Gördünüz onları, bir neynirdilər? dəqiqə. Ay nətər bir dəqiqə gözü Yox, saydı bir dəqiqə. məlumat Bayaqları paylaşıram dediniz mən. ki, qonşulardan, O, dəqiqə nədir? bir dəqiqə, dediniz qonşulardan səs gəlir. Yox, elə yox da. Qonşular
qonşuların Nə səs mehribançılıq. gəldi, maraqlı gəldi. Qonşuların Ay, mənə. çox, nə səs gəlir? Yox, Nə səs elə gəlir deyil də. oradan? Hə, nə Qonşuların səsi mehriban gəlir? ünsiyyətini görürəm. Mehriban Onların ünsiyyət. bir-birinə- İradə səsləri xanım məni gəlir. bu savab qazandı. Belə gülə-gülə ağlamışam. 50 yaşında toy, qonşudan Yəni bilirsiniz, nə səsi gəlir? bilirsiniz 70 necə? yaşında Bax, toy, bu nə toyun deməkdir? 50. Toy Yəni bu nə deməkdir? Boşanmaların, bax keçmişdə olan insanların bax boşanmanın nəticəsi keçmişdə evlənənlərin də boşanma azdır. Tər Yəni. baxır. Ay Çönə Tarix xanım, dərsi. bizi gətirmisən bu efirə ki, bayram. Bu il Ay Zar müəllim, ölkədə imkan verin də. 36 mindən Bu yuxarı nə necə mövzudur? olur? Valla bir bayramlaşa, 15 bir mindən yuxarı təbrikləşə. imkan Sən mənə çək, pozulması mənə deyil. çək elə. Alınır. Qoy mənə çək. Emin, proqramımızın Hamısı da bilirsiniz bu nəyə hissəsi görədir? sona çatır. Qadın hüququ, Hə, qadın hüququ üçüncü deyə hissədə gətirdiniz görüşəcəyik bizi bu qoy günə dansına. çıxar. Ay Ay bacı, Dünya Azərbaycanlıları günü münasibəti ilə bütün Azərbaycanlılarımızı təbrik edirəm. Uzun ömür, can sağlığı arz edirəm. Gələcək illər onlara xoş gəlsin, gözəl gəlsin və mən və hər birimiz Azərbaycanlı olaraq fəxr edirik və dünya Azərbaycanlıları buradan sizə səslənirəm, Dünya Televiziyasından sizə səslənirəm. Bayramınız mübarək olsun, günləriniz xoş gəlsin, işləriniz uğurlu olsun, gələcək illər sizə xoş və uğurlu olsun. Qardaşlığın yarandığı, sevgilərin birləşdiyi, bəlkə durğun, bəlkə yorğun, yenə də xoşbəxt, yenə də ümidli, yenə də sevgi dolu neçə belə illərə. Əziz Azərbaycanlılar, hər birinizi Həmrəylik günü münasibəti ilə, yeni il münasibəti ilə təbrik edirəm. Möhkəm bir yumruq altında birləşməyi arzu edirəm. Əl-ələ verək, kimsəsizlərə, kimsə olaq, dəstək olaq. Hər birinizin bayramı mübarək olsun. dəyərli izləyicilər, daha bir ilin, 2025-ci ilin astanasındayıq. 2025-ci il Konstitusiya ili kimi yaddaşlarda qaldı, xatirəyə qovuşdu. Arzu edirəm ki, 2026-cı il bizim heç bir problemimiz, eləcə də hüquqi problemlərimiz olmasın. Və bunun üçün biz daha çox hüquqi maariflənməliyik. Hüquqi maariflənmək üçün isə Dünya Televiziyasının üz-üzə proqramı, eləcə də digər məhz maarifləndirməyə xidmət edən verilişləri izləmək kifayət eləyir. Yeni iliniz mübarək olsun. Qoy yeni il hər birinizin ailəsinə sağlamlıq və xoşbəxtlik gətirsin. Bayramınız mübarək. Ay kişi yox, nə danışma? Bu bunda oturmuşam, nə danışır? Bu oturub, mən hüquqşünasam deyir. Bunlar dəhşətdir. Şəbəkədə alim olub. Yox, bağışla mən, indi yox, deyir ki, mən vəkiləm. Ay, bunlar vəkilsən, mən danışa bilmərəm. Anar müəllim, hamısı sosial şəbəkələrdəndir. Yox, xoşuma gəlmir, güllər. Ay, Çolun xanım nə yerdən gəldi? Ömür boyu gələm, güldən. Bir dəqiqə. Nə bir dəqiqə, güldən xoşum Mənə gəlmir. bu saat ikinci mərtəbədən birinci mərtəbəyə düşüncə, 3 mərtəbəli şirkətimizin birinci studiyasına çatınca, mənim qulaqlarıma məlumat gəldi, çatdı ki, poeziya dəqiqələri açmısınız. Mən danışmaq Ömür boyu danışır, Mən də bəylik 1 mikrofonu saat, 5 verin ona, dəqiqə danışır. verin, Bəxtiyara İndi deyir verin. danışaq. Bəxtiyara verin, imkan verin. Hörmətli izləyicilərimiz, artıq proqramımızın 3-cü hissəsinə keçid alırıq. Bu bayram günündə yenidən sizi salamlayıram. Nə yaxşı ki varsınız, nə yaxşı ki Dünya Televiziyasına baxırsınız. Heç dəxli var, heç dəxli var. İmkan ver də canlı efir deyəcəm. Əfsanə, əfsanə, əfsanə. Mən efirdəyim, sonra danışarım. Səni indi bu saat yola saldım buradan. İndi bu saat yola saldım buradan. İmkan ver. Əfsanə xanım, sizinlə məsələ bitdi də. Qoy görək ki, o xanım bizə Hə. nədir? Böyük məmnuniyyətlə bugünkü proqramımızın ekspertlərini, növbəti ekspertlərini sizə təqdim edirəm. Böyük məmnuniyyətlə Anar müəllim, sizi gördüm, sizi təqdim etmək istədim. Mən şad olmuram. Mən Siz şad keçirəm ki, hər olmusunuz. dəfə bağışla məni. Sözlə bizi taptalıyırsan. Bu indi şad, event ki, biraz aral qoy da bu şadları. Nə xəbər, indi şad taptalıyırsan. Yaxşı başa düşdü. Amma indi istəyirəm sizi təqdim edim. Anar müəllim, Günay xanım, imkan ver, sənə an verirəm Allah, imkan ver. 70 İmkan verməyəcək. Hüquqçular adıdır, vəkil adıdır verməz. İmkan vermirlər bunlar. İmkan- Ağzı açıldı, qutardı Hə, getdi. bir dəqiqə. Xanım, adınız nədir? Mən Afaq xanım. İmkan verin, Afaq da danışsın. Afaq xanım, necəsiniz əzizim? Yaxşıyam, Xoş çox sağ olun gördük ki. sizi. Məktəbdə nə var, nə yox?
Məktəbdə hər şey yaxşıdır, Hər hər şey şey yaxşıdır. əladır. Hələ ki əladır, bəli. Necədir? Şagirdlərlə hələ ki Yeni ilə hazırlaşırsınız siz də. bəli, bəli. Hazırlaşırlar, artıq yeni il keçirdilər. Demək, Afaq xanım da bizimlədir, Ülkər xanım da bizimlədir. Hamını bəxtiyar edən, bəxtiyar da bizimlə. Nəcmə xanım da bizimlədir. Bir dənə imkan verir. Nətər imkan verər? Sosial şəbəkələrdən danışırsınız. Gəlin sosial şəbəkələrdən fikirlərini söyləyək. Əfsanə ilə hələlik bizə zəng elə. Heç nə demədi. Mən ona dedim ki, onu yola saldım, getdi. Bir dəqiqə. Ay Allah, sakitlik necə gözəl bir şeymiş. Xeyir demə, bayram gündə nə sakit Qurban dur. olum, sakit dur. Bir dəqiqəlik terapiya alım. Siz də meditasiya ilə məşğulsunuz. Beləm. Nəzərinizə çatdırım ki, hörmətli izləyicilərimiz, bugünkü mövzumuz sosial şəbəkədir. Sosial şəbəkə, yeri gəlmişkən Bəxtiyar müəllim, sizə müraciət etmək istərdim. Mikrofon verin, zəhmət olmasa. Necmi xanım mikrofonu bir qucaqlayıb, bax belə, elə bil əlindən alacaqlar. Sizin Bəxtiyar evlidir. Valla bunu axı yaxçıqlar biləcək. Evlidir. Xanım, bir dəqiqə. Ay, Köprü subay kimi gəlir. Xanım, bir dəqiqə. Valla. Bu bayram, bir dəqiqə deyən onu. Nə oldu sizə? Bu bayram günündə, Gəlirsən şey. bu bayram günündə nə boşanma salmışsınız. Mən istədim. Hə, nə oldu? Bu bayram günündə Sen onu burada gel, orada gel. Şey diyesen gel, şehrin de bir Kardeş, köpeğe değmez. kardeş. Elə deyirsən. Yok ne diyeyim, ben kostyumum yoktu, ayakkabım yoktu. Var, var. Bes ne var? Sizdə olan pul da var. Mikrofon da var, bak. Sende var, o da yok sende. O da yox. Başınıza dönərəm. Bəli. Peki Bəxtiyar hansısa qızınız Diye alkışlıyorum. Ola bilər. Bir də yarı Könül xanım. Bir dənə sakit duraq. Alkışlıyorum, sağ olsun. Benim vekil müdafaa ediyor. Bu saat sosial şəbəkədə yayılmış məlumatı Ülkər xanım Piriyeva mənə çatdırdı. Söylədi, nə söylədi bacı? Bəlkə Bəxtiyar bəy hansısa xanım. Bəlkə demədi, dedi sosial şəbəkədə. Yəni sosial şəbəkədə bəlkə də ümid verib ona görə. Könül xanım, Belə bir hal valla yaşanıb. bildim də, mən bu ab-hava ilə mənim aqibətim yəqin ki bəllidir, bilmirəm bu qərəzli şey. Lənkərannasınız eləmi? Valla mən, Hansı kətdə? valla Lənkərandan deyiləm, deməyə də qorxuram artıq. Bəzi şeylər demişəm ki, qorxuram, çəkinirəm ki, əlamət olaraq deyərsiniz. Demişsiniz bəzi şeyləri. Demişəm, yo, ayda da var, oyuna düşdüm. Qurban olum, heç olmasa mənə ekspert kimi yox, Şaxta baba kimi çağırardı, üzüm görsəm. Heç olmasa Şaxta baba kimi gələrdim, üzüm görsənməzdi də. Qarqızı kimi çağırın, Bəxtiyar elədi. Şaxta babamız Anar bəy olsun. Könül xanım. Ayca. Süni intellekt. Könül xanım, mən təklifimi Ayrıca Şaxta olan babam. Yok bu, qarqızım bu. Robot baba Mən deyirlər. ağlayıram. Robot baba. Heç olmasa üzüm görsənməzdi də. İmkan verin bu afaq bir kəlmə söz desin. Şahid oldum ki, ikisi diyaloq danışırdı aralarında. Bəli, Günay xanım bəli. Yalancı şahidi yanında olar Ülkər ona xanım bax. da, Ülkər xanımdır da adı xanımın. Bəli, dedi ki, elə elin ki, Bəxtiyar bəyə belə bir şey elin ki, yeni il qabağında biz bir gəlir əldə Bir edək. dəqiqə. İşlər zəif gedir, bəli. Afaq xanım sizə tapşırıb ki, üzə durası. Əli oldu, əli oldu. Ha, qanunun arasına gidip diye göre diye. Ha, qanunun. Ha, Bir dakika. hay Anar müəllim. Anar müəllim, mənim dadıma çatana olacaq. Bir dakika. Könül xan apara bilmir, bir dakika. Könül xan da apara bilmirəm, bir dakika. Anar müəllim, görün nə gözəl hədiyyələr. Bəli, Könül xan da gəlir. Bu hədiyələri Gör boşlu doludur. Şadlıqlar olan yerdə xırda söhbətlərə getmək düzgün deyil. Hələ çöldə nə hədiyyə var? Əziz dostlar, qulaq asın mənə, salamla xahiş edirəm. Qulaq asın. Bəlkə içində qızıldı. Xoş gördük sizləri. Biz verilişi təzdən başlayırıq. Niyə? Könül xanım ömür boyu veriliş aparıb, bugün istəyir ki, mənə havalə etsin, amma eləmədi. Mən biləkdən, güclə gəlib bura çıxmışam, indi bir təqdim edəcəm. Bax, bu xanım kimdir? Heç mənə lazımdır. Neyimə lazımdır? Kimə lazımdır? Kimə lazımdır? Könül xanımı tanıyırsınız. Hə, əlində O veriliş hədiyyəsi. aparıb, da cəmaat bundan bezib. O bir xanım Məndən bugün bezib. gəlir. Könül xan, düşman ocaq başında. Sənin yerində gözü varmış. Ay, valla bugün bir də mən oturub heç ona bir rəqs eləmədi ki, evdə desinlər ki,
Anar müəllim, veriliş Mənə hara gedirəm qoca Anar arvadlar. müəllim, Mahkamı qucaqlayırlar ki, belə. veriliş başlamamışdan qabaq siz mənə demədiyiniz təriflər, xoş sözlər qalmamışdı. Verilişdə isə tamam əksər Yaxşı ki, buraya evlənmək təklif eləməmişsiniz. Yoxsa dar ağacının asar. Elədir Tanıyırsınız. Hamı da Ay şahid gönül idi. xanım, bax bu kimdir? Bu xanım, bunun abi havasına bugün dözmək olmur. Çünki səhər tezdən düşüb Türkiyədən, yanında nə orada nə bir Türkiyənin iş adamları, qonaqlı, filan şey. Buna salam verəndə Allah haqqı minnət. Havalıdır da havalıdır. Narahat olmayın. Elə bil ki, mən elə bil ki, evlidir. Sən demə sobaymış, əladır. Səni təbrik edirəm falan. Amma bu xanım, mən sizlə daha burada nöqtə qoyacağam. Ona görə ki, Necmi xanım, Sən çoxsun. bəli, Necmi xanım, məhkəməyə ver. Yox, qaradan o tərəfədən yoxdur. Allah sizə vəkilim var. Məhkəməyə Qaradan o verəcəm. tərəfədən yoxdur. Yox, dayanın deyəcəm niyə görə. O, buradakı məlumatları diqqətlə baxın. Baba, operator da götürür onu gizlin. Bax, diqqətlə baxın. İş başında yaxalandı. Üzündə yazılıb. Mən hər şeyin məlumatını verəcəm. Onu ver məhkəməyə. Vəkilin də var. Vəkil Vəkil tutumlu var, olsun. şahidlər də var burada. Vəkil tutumlu olsun. Burada özü oturur orada. Hamı da şahid. Sizdən təzminat istəyəcəm. 50.000 təzminat. Nə deyirsən? Nə deyirsən? Hə, nə olsun, vəkil budur. Mən də vəkilim budur. Deyə oturub. Nazaq Qəmzəyə bax, sürmə çəkib buradan başlayır, mənə göstər məni, onu göstərmə. Bax, fikir ver, fikir. Fasona zada bax, diqqət edin. Bax, Elvin, buradan başlayır, göstər məni, onu nə göstərirsən? Onu niyə göstərsən? Kifayət qədər göstərdin. Vəssalam, indi keç mənə. Buradan sürməni başlayır, düz vuracaq. O məndə təbii O da olub gözəllik. vəkil. Təbii gözəlliyimdir. Nə Könül xanım. danışırsınız? Bəli. Keçdik anar müəllimə. Ağzı açılmasın anarın. Sən Allah qoy, mən fikirləşirəm, görüm bugünkü mövzumuz nə idi axı? Mən qalmışam çaşbaş. Nə İmkan idi versən mövzumuz? deyəcəm. İmkan da vermirlər. Diqqətlə Ay, baxın, insan. baxın. Anar müəllim, bir dənə baxın kameraya. Qoy siz. Anar müəllim elmi şəkil çəkdirir, donub qalıb. Gəlin yanıma. Gəlin. Sosial şəbəkədə şəklinizi paylaşarsınız. Gəlin bir yerdə. Hamımız bir yerdə şəkil çək. Mikrofonu çıxar. Eybi yoxdur. Belə dava dalaşla efir olmayacaq. Gəlin. Sən də ki bir dənə mikrofonu saxlaya bilmirsən. Gəlin. Görsən. Demək, bizim belə şəklimizi çəksən, onsuz da verişdən sonra imkan verin. Onsuz da bugün biz sosial şəbəkədən danışacaqdıq. Proqramımızın 3-cü hissəsində imkan vermədilər, hamı danışdı. Arzuluyuram ki, bir dəqiqə, bir saatlıq lal olasınız. Vəssalam. Bax, bu şəkillər, bu şəkillər də elə sosial şəbəkədə paylaşılacaq. Diqqət, çəkirsiniz. Hörmətli Azərbaycan xalqımız, qarşıdan gələn Dünya Azərbaycanları Həmrəylik günü və yeni 2026-cı il münasibəti ilə sizin hər birinizi ürəkdən təbrik edirik. Hər birinizə möhkəm can sağlığı, əmin amanlıq, işlərinizə uğurlar və xoşbəxt ailə saadəti arzuluyuruq. Arzu edirik ki, 2025-ci ildə əldə edə bilmədiyiniz arzularınızı 2026-cı ildə həyata keçirə biləsiniz. Əziz dostlar, axşamınız xeyir olsun. Bir daha sizi təbrik edirəm. 25-ci ilin axırıncı günüdür. Və inşallah səhərdən 26-cı il başlayır. Təzə gün, təzə ay, təzə il və bizim də şəxsən mən Anar Vəziroğlunun da sizə, əziz izləyicilərə, bütün Azərbaycanda yaşayan vətəndaşlara, Türk dünyasına böyük alovlu salamım var. Və sizi həm yeni il, həm də dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirəm. Bayramınız mübarək, yeni iliniz mübarək, qədəmləriniz uğurlu olsun. Sağ olun. Dəyərli, hörmətli, güclü Azərbaycan xalqı, sizi Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə və qarşıdan gələn yeni münasibəti ilə ürəkdən təbrik edirəm. Həmişə yollarınızda ədalət olmasını, həmişə yollarınızda hüquqlarınızın qorunaraq qələbə çalmağınızı arzuluyuram. Allah Teala sizlərə, bütün doğmalarınıza can sağlığı versin. Üzünüz həmişə sevincdən gülsün, göz yaşlarınız həmişə sevincdən olsun.
sizin süfrələrinizin bol olmasını və həmişə də mehriban olub, bir-birinizə qarşı ədalətli olmanızı arzulayıram. Ömür günümüzdən bir ildə keçdi, bir ildə yaşadıq, yaşad olduq biz. Kədərmi, sevincmi, həsrət qazandıq, bəzi suallara cavab tapmadıq, tələsib haqladı bizi ilimiz. Görən nədən belə surətlə keçir, qəfəsdən qurtulan bülbül tək ötür. Kimin sevincini, kimin qəmini, alıb qanadına quş tək uçur. Geriyə baxmadan gedən ilimiz. Qoy bu yeni günlər bizə gözəl günlər nəsib olsun. İnşallah hamıya can sağlığı arzulayıram. Təşəkkürlər. Mən Kazımov Bəxtiyar Şirməmmədoğlu Müzəffər Ali Başkomandanın səfərbərlik çağırışına könüllü olaraq qoşulub, Füzuli, Xocavənd, Şuşa istiqamətində gedən döyüş əməliyyatlarının iştirakçısıyam. Bugün biz təkcə bir bayramı qeyd etmirik. Biz bugün dünyanın hər bir yerində yerləşən dünya Azərbaycanlılarının bir ürək kimi döyündüyü günü qeyd edirik. 31 dekabr həmrəylik günü təkcə təqvimdə bir tarix deyil. Bugün bizim xalqın sarsılmaz birliyinin bir nümunəsidir. Mən bir qazi olaraq birliyin, həmrəyliyin nə olduğunu daha gözəl bilirəm. Necə ki, Vətən müharibəsi zamanı səngərdə kürəyini mənə söykəyən əskər yoldaşımla, səssiz dua edən ananın göz yaşında, qələbə, zəfər xəbəri gözləyən xalqın nəfəsində bu birliyi hiss etmişəm. Bir daha bayramınız mübarək olsun, həmrəyliyimiz əbədi olsun. Bugün münasibəti ilə bütün dünyada dəmir yumruq kimi birləşən dünya Azərbaycanlılarını ürəkdən səmimiyyətlə təbrik edirəm. Qoy Azərbaycanımız hər zaman dəmir yumruqda birləşərək bir güc, bir rifah və bir sülhün rəmzi olaraq sabitlik platforması, sabitlik adası kimi dünyada öz siyasi gücü ilə, öz siyasi lideri ilə və öz güclü ordusu, xalqı ilə hər zaman fəxr etsin, qürurlansın. Biz buna layiqik. Əziz həmvətənlərim, əlbəttə ki, həm də yeni il, 2026-cı il. Hər şeyin yeniləndiyi, həyatın, arzuların, ümidlərin, sevginin yenidən dirçəldiyi bir il gəlir. Hər birinizin evində qoy sülh, əminamanlıq, firavanlıq olsun. Bu təkcə evlərdə deyil, bu təkcə ocaqlarda deyil, bütün dünyada sülh və əminamanlıq olsun. Sülh adası kimi tanınan Azərbaycanımız və Azərbaycan xalqımız hər zaman var olsun. Buradan üzümü tuturam dünyanın dörd bir yanında yaşayan Azərbaycanlılarımıza. Bayramınız mübarək olsun. Əziz dostlar, hörmətli Dünya Televiziyasının tamaşaçıları, Dünya Azərbaycanlıları, bu əlamətdar gündə, ilin son günündə sizi salamlayırıq. Və bu ilin son günündə yeni il münasibəti ilə sizi ürəkdən təbrik edirik. Qarşıdan yeni il gəlir. Eyni zamanda 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Dünyada 50 milyonu keçmişik. Gəlin hər zaman bir olaq. Hər zaman dəmir yumruq ətrafında birləşək. Əziz izləyicilərimiz, biz Dünya Televiziyasının əməkdaşları söz veririk ki, yeni ildə biri-birindən maraqlı proqramlarla sizin görüşünüzə gələcəyik. Biz sizi çox sevirik. Düşünürük ki, siz də bizi sevirsiniz. Yeni iliniz, yeni gününüz mübarək olsun. Hər zaman həmrəy olaq. Çox hörmətlə sizin Könül Həbib qızı.